Salam əzizləyicilər. Bu videoda başlıqdan da göründüyü kimi 14 iyun 2026-cı il tarixində keçirilən OTK sınağına aid 4-cü qrup suallarını izahını verəcəm. Birinci qrup suallarını əldə edə bilmədim. Sadəcə 4-cü qrupu, yəni yəqin ki, qapalı suallara eynidir. Birinci qrupa aid 3 ətraflı sualın izahını verə bilməyəcəm. Bir xatırlatma da eləyim. Sınaq qrupu artıq fəaliyyət göstərir və sınaq qrupunda deməli biz artıq bir neçə mövzunu da keçmişik. Qoşulsaz əvvəlki mövzularda sizə şəxsdə göndərəcəm. Ətraflı məlumat açıqlamada var. Qəbula daha yaxşı, ikinci şansa daha yaxşı hazırlaşmaq üçün, daha çox test işləmək üçün qoşula bilərsiniz. 61. Gücü 3 meqavat olan lokomotiv 36 km/saat sürətlərə gedir. Lokomotivin dartı qüvvəsini hesablayın. Deməli, burada gücün düsturlarından birini istifadə etməliyik. N bərabərdir. F vurulsun V-dir. Buradan F-i tapanda F bərabərdir. N bölünsün V-yə. Gücün yerinə 3 meqavat. Mega dediyimiz 10 üstü 6-dır. Yəni 3 vurulsun 10 üstü 6 Watt. Aşağıda isə sürət yazmalıyam. Metr bölü saniyə çevirməliyəm. Deməli, burada 36 km/saat verib, bunu vururuq 18-də 5-ə. Bu da verir 10 metr bölünsün saniyə. Deməli, bu oldu. Bu 10 üstü 6-nı bu şəkildə yazıram. 3000 vurulsun 10 üstü 3 bölünsün 10. Qalır 300 kilo Newton. Dartı qüvvəsi 300 kilo Newtona bərabərdir. Bu da gücün düsturuna əsasendir. Gücün hansı düsturundan gəlir? Bu deməli N bərabərdir. A bölünsün T olduğunu bilirsiniz. A'nın yerinə Fs və S böl TV'ni verdiyinə görə olur F. 62. Watt bölünsün Newton vur metr ifadəsi hansı fizik cəmiyyətin vahidinə uyğundur? Deməli, buradan kənardan ayrıca yazım. Watt bölünsün Newton vurulsun metr. Watt gücün vahididir. N bərabərdir A böl T'dir. Ona görə bunu yazıram. Joule bölünsün saniyə kimi. Və Newton vuraq metri də əslində joule kimi yaza bilərdim. Hələ ki yerində saxladım. Çünki A bərabərdir. F vurulsun S olduğuna görə. Yəni yaza bilərəm ki, joule bərabərdir. Newton vurulsun metr. Onda joule bölünsün saniyə vurulsun joule. Bunlar getdi. Qalır 1 bölünsün saniyə. Ya da saniyə üstü mənfi 1. Tezliyin vahididir. Sahənin vahidi deyil, çünki sahənin vahidi kvadrat metrdir. Zamanın vahidi saniyədir, bu isə 1 böl saniyədir. Potensial enerji jouldur, burada joule qalmır. Kütlənin də vahidi kiloqramdır. 63. Hansı cihazların iş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır? Termoelektron emissiya nədir? Qızdırılmış metaldan elektronların qopması. Hətta həmin elektronlara fotoelektronlar da deyilir. Məsələn, bu ikinci qəbula düşə biləcək sual tipidir. Çünki bu bölmədən demək olar yaxşı sual gəlməmişdi. Bu qəbula gələ bilər. Vakuum diodunun şərt içərisini çəkdim. Buradakı katod qızdırılır. Bu katod, bu da anoddur. Katodu mənfiyə qoşduq, anodu müsbətə. Katod qızdırılır. Buradan qopan elektronlar, yəni qızması nəticəsində qopan elektronlar gedib anoda çatır, nəticədə cəryan keçir. Vakuum diodundan nə üçün istifadə olunur? Cəryanı düzləndirmək üçün. Fotorezistor, foto işıq deməkdir. Bu yarım keçirici cihazdır. Fotorezistorun şərt işarəsini çəkirəm. Ya bunun iş prinsipi termoelektron emissiya əsaslanmır. Nəyə əsaslanır? Yarım keçiricinin müqamətinin işığın təsiri artanda azalmağına. Ona görə 2 olan cihazları buradan, 2 olan cavabları buradan götürürük. Gəldik yarım keçirici diod. Yarım keçirici diodun şərt işarəsini çəkirəm. Yarım keçirici diodla bağlı da son illər qəbula çox sual düşürdü. Birinci qəbula düşməyib, ikinci qəbula gələ biləcək sualdır. Yarım keçirici diodun iş prinsipi P-in keçidinə əsaslanır. Yəni termoelektron emissiya deyil. Üçü də buradan kənarlaşdırdıq. Gəldik elektron şüa borusuna. Elektron şüa borusu elektron selini işıq siqnalına çevirmək üçün bir cihazdır. İş prinsipi də yenə termoelektron emissiya əsaslanır. Yəni buradan elektron seli alınır, sonra burada kondensatorlar vasitəsilə bu şüalar meyl elətdirir. Güclü zərrəcilərin elektrik sahəsində meyl etməyinə əsaslanır. Və iş prinsipi də termoelektron emissiyadır. Yenə qeyd edirəm, termoelektron emissiya nədir? Qızdırılmış metaldan elektronların qopması. Cavab 1 və 4 oldu. 64. Aktiv müqaviməti nəzərə alınmayan sarğaclar və eyni müqavimətli lampalar sxemdəki kimi sabit cəryan mənbəyinə qoşulmuşdur. Sarğaclarda maqnit sahəsinin enerji arasında hansı münasibət doğrudur? Deməli, maqnit sahəsinin enerji düsturunu yazsam, W bərabərdir L I kvadratı bölünsün 2-dir.
Və burada cəryanlara qiymət verəndə baxıram ki, burada i desəm, buna da i deyir, amma buradan keçən cəryan nə olur? 2i. Çünki ikisi toplanıb onu verir. Ona görə W1-i tapsam, W1 bərabərdir L vurulsun 2i-nin kvadratı, yəni 4i kvadratı bölü 2. W2-ni tapsam, W2 bərabərdir sadəcə L kvadrat bölünsün 2. W3 bərabərdir induktivlik 2L olduğuna görə 2L vurulsun i kvadrat bölü 2. Qiymətlərə diqqət eləsəz, ən böyük olan birincidir. Deməli, W1 böyükdür W3-dən, o da böyükdür W2-dən. 1 böyükdürsə, o da böyükdür 2-dən. D variantı. Ümumiyyətcə, maqnit səsinin enerjisine aid birinci qəbula sual düşür, amma ikinciyə də sual gələ bilər. Çünki birinci qəbuldakı sual hesab sualı deyildi. Sadəcə, deməli, düstur təyini idi. 65. Müstəvi güzgünün üzərinə düşən və qayıdan şüalar bucaq 80 dərəcədir. Düşmə bucağını hesablayın. Deməli, burada şüanı təsvir edəcək. Belə bir müstəvi güzgü verib. Bunun üzərinə işıq şüası göndərəcəm. Şüanı göndərmədən öncə səthin perpendikularını çəkirəm. Deməli, bu düşən şüa, bu qayıdan şüa. Bu arada bunlar eyni bucaqlar olmalıdır. Bunlar arasındakı bucaq 80 dərəcədir. Bilirik ki, bura alfadırsa, bura da alfadır. Ona görə 2 alfa bərabərdir 80-ə, alfa bərabərdir 40 dərəcə. İşıq hansı bucaqda düşürsə, həmin bucaqda da qayıdır. 66. Azot 7-14 nüvəsi hansı dərəcə ilə bombardman etdikdə karbon 6-14 izotopu və proton alınır. Bombardman etmək üzərinə gəlmək deməkdir. Deməli, buradan reaksiya yazmalıyıq. 7-14 üstəgəl x nəticədə alınıb nə? Karbon 6-14 üstəgəl proton 1-1. Deməli, aşağı hissəyə baxıram. Aşağı hissə 7-dir. Burada da 7-dir. Deməli, axtardığım elementin aşağısı 0-dır. Gəldik yuxarı hissəsinə. Yuxarı hissəsində 14 ilə 1-i toplayıram. 15-dir. Bura 14-dir. Deməli, bu da 1-dir. Elə bir zərrəcik axtarmalıyam ki, onun yükü 0 olsun, kütləsi 1 olsun. O da neytron 0-1-dir. C bəndidir. Qamma zərrəcik deyil, çünki qamma 0-0-dır. Pozitron müsbət 1-0-dır. Elektron mənfi 1-0-dır. Alfa zərrəcik isə 2-4-dür. Yuxarıda verdiyini biz özümüz reaksiya kimi yazdıq. 67. X ox istiqamət dərəcəsindən cismin təcilin proyeksiya zamanı qrafiki verilmişdir. Cisim 15 saniyə ərzində getdiyi yol 600 metr olarsa onun başlanğıc sürətini hesablayın. Deməli, burada x ox istiqamət hərəkət edildiğinə görə S bərabərdir V0T üstəgəl AT kvadratı bölünsün 2-dir. Kəmətləri yerinə qoysaq, deməli, V0-ı bilmirəm, amma 15 saniyə deyir. Ona görə yazıram 15 V0 üstəgəl A-nın yerinə 4, T 15-dir, kvadratı 225 bölünsün 2, 225'dir, bərabərdir 600'ə. Deməli, burada 4'ü 225'ə vuranda bu verir bizə 900. 900 2'yə böləndə 450. Deməli, 15 və 0 üstə gəl 450 bərabərdir 600'ə. Buradan 15 və 0 bərabərdir 150'yə və 0 bərabərdir 10. Deməli, başlanğıc sürəti 10 metr bölək saniyədir. Qrafikin çəkəsi olsaq, V-nin T-dən asılığı 10-dan başlayıb yuxarı gedən bir qrafikdir. Məsələn, 15-ci saniyənin sonunda qiymətini tapsaq, bura 15 yazanda 4'ü vurdum 15 elədir. 60, 60'ın da üstüne 10 gəldirəm, 70 eləyir. %68. Qırmızı işıq vakuumdan maye keçsə dalğa uzunluğu delta lambda qədər azalır. Onun vakuumda dalğa uzunluğu lambda 0-dır. Deməli, mühitdəki dalğa uzunluğunu tapanda lambda bərabərdir, lambda 0 bölünsün n. Və bunların fərqi delta lambdadır. Onda yazıram delta lambda bərabərdir. Lambda 0 çıxılsın, lambda 0 bölə n. Çünki deyir bu qədər azalır. Ortaq məxrəci n kimi götürsəm, deməli burada lambda 0 vurulsun n, çıxılsın lambda 0 bölünsün n bərabərdir delta lambdaya. Lambda deyib el yazdım. Bu lambdadır. Belə bir ifadəyə gətirdik, çıxartdıq. Deməli, yuxarıdan lambda 0 çıxardıram, mötərizə xarici. Onda qalır lambda 0 vurulsun, n çıxaq 1,
və yaxud da ki, eləməyək bunu. Çünki məqsəd eni tapmaqdır. En olanları bir tərəfə yığarıq. Ona görə çarpaz vuracam. Çünki sındırma əmsalını istəyir bizdən. Bu ifadəni çarpaz vuranda alıram delta lambda vurulsun n bərabərdir. Lambda 0 vur n çıxılsın lambda 0'dır. N'ləri bir tərəfə yığanda buradan alıram delta lambda çıxılsın. Yenə delta lambdanı keçirəm bu tərəfə. Sağa. Lambda 0 da sola. Buradan alıram lambda 0 bərabərdir. Yəni bu lambda 0 keçirdim sola. Deməli n vurulsun. Lambda 0 çıxılsın delta lambdaya. Bu ifadədən n-ni tapanda n bərabərdir. Lambda 0 bölək. Lambda 0 çıxılsın delta lambda. Lambda 0 bölək. Deməli, lambda 0 çıxılsın delta lambda cavab Y bəndidir. Fərqli bir sualdır. Dəyişmən, yəni bu riyaziyyatdır daha çox, fizikadan daha çox. Sadəcə bir şey yadda saxlayırıq. Mühitdəki dalğa uzunluğu lambda 0 bölək y'dir. Yəni işıq vakuumdan hər hansı bir mühitə keçəndə həm dalğa uzunluğu, həm də sürəti sındırma əmsalı dəfə azalır. 69. Kürətdəki qayıqdan kütləsi 45 kiloqram olan üfüqi istiqamətdə bu sürətlə suya tullandı. Qayığın kütləsi bu qədər olarsa onun aldığı sürəti hesablayın. Hər zaman dərsdə nümunə verdiyim suallardandır. Çünki burada məsələ nədir? İmpulsun saxlanma qanunu. İkisi bir yerdə sükunətdə olduğuna görə başlanğıcda impuls 0 idi. Sonra isə impulslar bərabər olmalıdır. Necə ki, güllə ilə tüfəng məsələsi kimi. Ona görə də yaza bilərik ki, M oğlan vurulsun V oğlan bərabərdir M qayıq vurulsun V qayığa. Və buradan qayığın kütləsini tapanda V qayıq bərabərdir. Deməli, M oğlan V oğlan bölünsün M qayığa. Kəmiyyətləri yerinə qoysaq, oğlanın kütləsi 45, vurulsun 1,2 bölünsün 108'dir. Deməli, 9'a ixtisar apara bilərik. Burada qalar 5, aşağıda isə qalır 12. Və 5'i 12'ye vuranda cavab oldu 6. 6'ını da 12'ye bölürəm. 0,5 metr böl saniyə. Sırf impulsun saxlama qanununa görə həll olunan sualdır. Yəni başlanğıc impuls 0 olduğuna görə, çünki sükunətdən başlayıblar, sonraki impulsda bir-birini sıfırlamalıdır. 70. Verilmiş kütləli bir atomlu ideal qaz halının dəyişməsi PV diaqramı təsvir edilmişdir. Bu prosesdə qazın daxil enerji dəyişməsi nəyə bərabərdir? Bu heç bir izoproses deyil. Buradan delta U-nu tapanda hazır düsturdan istifadə edək. 2-də 3, P2, V2 çıxılsın P1, V1. Kəmiyyətləri yerinə qoysaq, 2-də 3 qalır yerində. P2, V2, 2P0 vuraq, 3V0. Yəni 6P0, V0 çıxılsın 1P0, V0. Altdan birini çıxdıq 5. 5'i də 2'ye bölündə 2,5, 2,5'i də 3'e vuranda cavab 7,5 P0 V0'dır. Həmçinin buradan nəyi də yadda saxlayırıq? Burada işi bizdən hesabla desəydi, H' bərabərdir S fiqur. Fiqurun sayəsini tapanda bu trapesiyanın sayəsini tapmış olardıq. Oturacaqlarından biri 2P0, üstə gəl, digəri P0 bölü 2 vurulsun 2V0'dır. Bu da olur. Deməli, ikiləri aparanda 3P0, V0. Aldığı istilik miqdarını tapası olsaydıq, buradan Q bərabərdir delta U üstə gəl H' olardı. 7,5'in üstə 3 gələrdik. Cavab olardı 10,5 P0, V0. Və burada 1-dən 2-yə hansı yolla keçsin, daxil enerjinin dəyişməsi eyni cürdür. Amma iş isə fiqur sayəsilə müəyyən olunur. 71. 71. Deməli, Sezar şkalası üçün hansı ifadə doğrudur? 100-cü bölgü buzun ərimə temperaturuna uyğundur. Yanlışdır, çünki buzun ərimə temperaturu 0 dərəcə Selsidir. Bir bölgü qiyməti Fahrenheit şkalasının bir bölgü qiymətinə bərabərdir. Bu da yanlışdır. Deməli, biz bunu müəyyən etmək üçün iki bölgü arasında götürə bilərik. Məsələn, suyun donma temperaturu 0 dərəcə Selsidir. Bu neçə Fahrenheitdir? 32 Fahrenheitdir. Suyun qaynama temperaturu 100 dərəcə Selsidir. Bu da neçə Fahrenheitdir? 212 Fahrenheitdir. Bunu necə tapırıq? Deməli, 100 vurulsun 1,8 üstəgəl 32. 180 üstə 32 gəlirəm edir 212. Deltalarına baxsam, məsələn, Selsin dəyişməsinə baxıram ki, burada delta T Selsi elə 100'dür. Delta T Fahrenheit isə 180'dir.
Ya arada 100 dənə bölgü var. Deməli 1 Selsi 1,8 Farenheitə bərabərdir. Bunlar eyni deyil. Temperatur yalnız müsbət qiymət alır. Yanlışdır. Bu Kelvin şkalasına aiddir. Sıfırıncı bölgü suyun qaynama temperaturuna uyğundur. Yanlışdır. Bu suyun donma temperaturudur. Bir bölgü qiyməti Kelvin şkalası bir bölgü qiymətinə bərabərdir. Bu doğrudur. İndi siz çaşdıra bilər. Bu necə doğru oldu? Çünki iki qiymət götürək yenə. 0 Selsi və 100 Selsi. 100 dənə də bölgü var. Buradan bir bölgü qiymətini tapanda nə edirik? 100-dən çıxırıq 0-ın, bölürük 100-ə. Bu nə oldu? 1 Selsi. 1 bölgü 1 Selsidir. Kelvin üçün yazanda 0 Selsi 273 Kelvindir. 100 də 373-dür. Yenə 373 çıxılsın 273 bölünsün 100 yenə olur 1 Kelvin. Onsuz da Selsi ilə Kelvinin dəyişməsi eynidir. Yəni 10 Selsi artmaq 10 Kelvin artmağa bərabərdir. Ona görə bir bölgü qiymətləri də bərabərdir deyə bilirik. 72. Harmonik rəqs edən iki maddi nöqtənin yer dəyişməsi zamanlastıq qrafikinə əsasən Euler-Venn diaqramda uyğun bəndləri müəyyən edin. Amplitude 20 santimetrdir. Bu hər ikisinə aiddir. Yenə cavabı 1, 2, 3 istəyir. Kənardan 1, 2, 3 götürürəm. Niyə dedik hər ikisinə? Çünki x bərabərdir x max kosinus omega t'dir. Yəni qarşıda duran amplituddur. İkisində də 0,2 metr verib, o da 20 santimetrdir. Periyod 3 saniyədir. Periyodu tapanda t bərabərdir 2 pi bölünsün omega. Birinci üçün yazanda 2 pi bölünsün omegasına baxıram pi bölü 2'dir. Bu oldu 4. Pi'lər gedəndə. T2 bərabərdir 2 pi bölünsün. İkincinin omegasına baxıram 2 pi bölü 3'tür. Bu da verdi 3. Periyodu 3 saniyədə bu ikinciyə getdi. Deməli 1 buradadır. Hər ikisinə aiddir. 2 buradadır. Periyodu 4 saniyədir. Birinciyə aiddir. Başlanğıc fazası 0'a bərabərdir. Başlanğıc fazası 0 yenə hər ikisinə aiddir. Çünki orada fi 0 yoxdur. Omega t'nin yanında. Tezliyi 0,25'dir. Tezlik necə tapılır? Nü bərabərdir 1 bölü t'dir. Yəni 4'ün əksisidir. Bu da birinciyə aiddir. 3, 5, 2, 1, 4. 73. Yalnız sürtünmə qüvvəsinin təsirlə hərəkət edən cismin tormoz yolunun başlanğıc sürətinə asılı qrafik verilmişdir. Sürtünmə misalını hesablayın. Deməli, tormoz yolunun düsturunu yazanda S tormoz bərabərdir V sıfırın kvadratı bölünsün 2 mü J'dir. Buradan mü'nü tapanda mü bərabərdir V sıfırın kvadratı bölünsün 2 J vurulsun S tormoz. Hər hansı bir nöqtəni götürək. Məsələn, buranı. 70'e uyğun 24'tür. 24'ün kvadratını elə 24 vurulsun 24 kimi yazıram. Aşağıda isə 2 vurulsun 10 vurulsun 72. Deməli burada 2 ilə ixtisar aparsam 12 qalır. 72 ilə 12'ni aparanda burada qaldı 6. Və yuxarıda 24, aşağıda da 60. Bunları 6'ya ixtisar aparanda burada qalır 10, burada 4. Cavab 0,4'dür. Niyə mən dedim? S tormozun bu düsturundan istifadə edirik. S tormoz bərabərdir V sıfırın kvadrat bölü 2 mü J. Əslində S-in belə bir düsturu var. Tormozlanma hərəkətinə V sıfırın kvadrat bölü 2A. Burada da yalnız sürtünmə olanda yazırıq MA bərabərdir mü MJ. M'lər ixtisar getdiyi üçün A bərabərdir mü J qalır. 74. Deməli, maddi nöqtə V sürətlə sadə əqrəb istiqamətdə çevrə üzrə bərabər sürətlər gedir. Maddi nöqtə A nöqtəsində olduqda onun sürətinin proyeksiyası nəyə bərabərdir? Deməli, çevrənin üzərində sadə əqrəbin əksinə fırlanır. Bilir ki, sürət toxunan istiqamətdə yönəlir. Yəni, burada sürət vektoru olur belə. Biz bu vektorun oxlar üzrə proyeksiyasına baxacağıq. Proyeksiya məsələsindən bilirik ki, vektor hansı oxa perpendikulyardirsə, həmin ox üzrə proyeksiya sıfırdır. Ona görə də Vy bərabərdir 0 olacaq. Vx-ə baxanda x oxunun əksinə olduğuna görə bu da kiçikdir sıfırdan. Yəni Vx mənfi V-yə bərabərdir. Vy isə 0-a bərabərdir. Cavab D bəndidir. Səbəb nədir? Çünki buradan bir y oxun, buradan da bir x oxun götürürəm və həmin sürət vektorunu sadəcə bir vektor üçün burada çəkirəm.
İstiqamət soladır. Qiyməti V-dir. Ona görə x oxuna görə götürürük mənfi və y-ə perpendikular olduğuna görə sıfırdır. Sürət çevrəyə toxunan istiqamətdə olur. Məsələn, burada bir nöqtə olsaydı, y-i götürərdik müsbət, x-i götürərdik sıfır. Burada olsaydı, y mənfi, x-i sıfır götürərdim. Burada olsaydı, x-i müsbət, y-i sıfır götürərdim. Bizə verilən nöqtə bu aşağıdakı nöqtədir. Burada da y oxuna perpendikular olduğuna görə y-ə görə proyeksiya sıfır, x oxunun nəticəsi olduğuna görə x-ə görə mənfidir. 75. Cismə şəkildə kimi yönəlmiş 3 qüvvə təsiridir. F1 qüvvəsinin modulu 40 Newton olarsa əvəzləyici qüvvənin modulunu hesablayın. F1 qüvvəsinə baxırıq. 1, 2, 3, 4-dür. Hər damaya x desək, buradan yazırıq 4x bərabərdir 40-a. Deməli, x bərabərdir 10. Bir dama 10-dur. Və əvəzləyici qüvvənin modulunu tapmaq istəsək, əslində görünür burada rahat şəkildə, amma biraz sualı uzadacam başa düşəsiz deyə. Belə suallarda damaları tək-tək proyeksiyalayırıq. Hər dama 10 olduğuna görə F1-ə baxıram. F1x bərabərdir 40, F1y bərabərdir 0. Yəni, bura bir y oxu seçdim. Burada bir x oxu düşündüm. İkinci qüvvəyə baxıram. F2x bərabərdir mənfi 20, çünki sol tərəfə 2 damadır. F2y bərabərdir müsbət 20, yuxarı 2 damadır. Baxın, ikincisini çəkəndə, ikincinin x-i bu tərəfə, y-i bu tərəfədir. F3-ə baxsam, F3x bərabərdir mənfi 20, F3y bərabərdir mənfi 10. Bunu belə tapandan sonra x-ləri öz arasında toplayıram. X-ləri toplayanda f əvəzləyici x bərabərdir 0 olur. Y-ləri öz arasında toplayanda bu eləyir müsbət 10. Yəni 1 damadır. Y bəndidir. Məsələn, burada əvəzləyici qüvvənin istiqamətini bizdən istəsəydi, əvəzləyici qüvvə yönələcəkdi yuxarıya 1 dama. Niyə başda dedim sualda onsuz da görünür? Çünki 1-ə baxıram ki, 1 sağ tərəfə 4 damadır. İkinci 2 dama soladır, x-ə görə baxanda. Üçüncü də 2 dama soladır. Bunları toplayanda, yəni 40 sola, 40 sağa, bunlar bir-birini sıfırlayır. X-ə görə əvəzləyici qalmır. Y-ə görə baxanda isə yuxarı 2 dama, aşağı 1 dama var. Ona görə yuxarı 1 dama qalır. Hər damada 10 olduğuna görə əvəzləyici oldu elə 10 Newton. Ümumiyyətcə bir neçə qüvvə olanda əvəzləyicini proyeksiya ilə tapmaq bu şəkildə daha məntiqlidir. Yəni x-ləri, y-ləri ayırırsınız, sonra x-ləri öz arasında, y-ləri öz arasında toplayırsınız. Əgər sonda əvəzləyici qalarsa, əvəzləyicini tapanda f əvəzləyici x-in kvadratı üstə gəl f əvəzləyici y-in kvadratıdır. 76. Fotocəryanın gərginlikdən asılı qrafikinə əsasən katod və aid zamanda qopan fotoelektronların sayı və maksimal kinetik enerji arasında hansı münasibət doğrudur? Kinetik enerji indüstriyini yazanda Y kinetik bərabərdir EU-dur. Yəni kinetik enerji saxlayıcı gərginliklə düz mütənasibdir. Buradan baxıram ki, U2 bərabərdir 1,44 U1-ə. Deməli, Y kinetik 2 bərabərdir 1,44 Y kinetik 1-ə. İkincinin kinetiki birincidən 1,44 dəfə çoxdur. Və doyma cəryan şiddətdə say ilə düz mütənasibdir. Buradan I doyma bərabərdir. NY bölünsün T'dir. Yəni N bərabərdir. I doyma vurulsun T böl Y. Düz mütənasib olduğuna görə ikinci birincidən 1,21 dəfə çoxdur. Cavab D bəndidir. 77. İntensivliyi 500 volt bölü metr olan bir cins elektrik sayəsində yükü bu qədər olan zərərciyə təsirin elektrik qüvvəsini hesablayın. F bərabərdir QY. Q-nin yerinə 10 vuraq 10 üstü mənfi 6 mikrokulondur. Vurulsun 500. 5000 vuraq 10 üstü mənfi 6, yəni 5 vuraq 10 üstü mənfi 3. Cavab 5 milli Newtondur. 78. Bir cins maqnit sahəsində hərəkət edən elektronun sürətinin zamanlasılı qrafiki hansıdır? Çox çaşdırıcı suallardandır. Bir cins maqnit sahəsində yüklü zərərciyə təsir edən qüvvə Lorentz qüvvəsidir. QVB sinüs alfadır. Və Lorentz qüvvəsinin sıfır olma şərtlərindən biri V paraleldir B-dir. V paraleldir B olanda sinüs alfa bərabərdir 0 olduğuna görə F Lorentz bərabərdir 0. Qüvvə təsir eləmirsə düz xətli bərabər sürətlə hərəkət edir. Elektrik olsaydı fərqli olardı. Yeyinləşərdi müsbət tərəf getdiyinə görə və E bəndini götürərdik. Amma burada maqnit sahəsi olduğuna görə maqnit sahəsində də hərəkət edən yüklü zərrəciyə Lorentz qüvvəsi təsir edir. Burada təsir etmir. Təsir etməməyinin səbəbi paralel getməyidir.
79. Toplayıcı linzanın üzərinə baş optikalı paralel ağ işıq dəstəsi düşür. Linzadan sındıqdan sonra rəngli şüaların ardıcıl üçü göstərilmişdir. Bu hansı ifadələr doğrudur? Deməli, burada belə bir şey var. Ümumiyyətcə, ağ işıq üçüzlü prizmadan keçəndə 7 rəngə ayrılır. Buna nə deyirdik? İşığın dispersiyası. Və bu dispersiya nəticəsində ən çox sınan tezliyi ən az olandır. Üzr istəyirəm, tezliyi ən çox olandır. Məsələn, bura göndərəndə ağ işığı, bu ağ işığın içərisindəki bənövşəyi daha çox sınır. Ağ işığın içərisindəki qırmızı daha az sınır. Digərləri də onların arasında yerləşir. Yəni qırmızı, sonra gəlir narıncı, sonra gəlir sarı, yaşıl, mavi və göy bənövşəyi. Bu şəkildə. İndi variantlara baxırıq və nəyi gördük? Tezliyi çox olan çox sınır. Çünki bənövşəyi tezliyi ən böyük olandır. 3 şüası bənövşə ola bilər, 3 şüası bənövşə ola bilməz. Çünki 3 şüası az sınandır, 3 şüası qırmızı ola bilər. Məsələn, 1 şüası 3-ün linzanın sındırma əmsalı ən böyükdür. Bu doğrudur. Çünki 1 daha çox sınıb. Şəkildən də gördük. Ya, ilkin istiqamətdən daha çox kənara çıxıb. Bir şüası qırmızı ola bilər, yanlışdır. Çox sınan qırmızı yox, bənövşə idi. 3 şüasının tezliyi ən böyükdür. Bu da yanlışdır. Çünki qırmızının lambdası böyükdür, tezliyi isə kiçikdir. 2 şüasının linzanın sındırma əmsalı ən kiçikdir. Yanlışdır. Ən kiçik olan 3'dür. Ya burada sındırma əmsalı N3 kiçikdir. N2'dən, o da kiçikdir N1'dən. Dalğa uzunluğuna baxanda lambda 3 böyükdür lambda 2'dən, o da böyükdür lambda 1'dən. Tezliyə baxanda N1, N ilə yazmayaq, nü ilə yazım. Nü1 böyükdür. Nü2'dən, o da böyükdür nü3'dən. Yəni tezliyi çox olan çox sınır. Bu elə bilin dalğa optikası ilə həndəsə optikanın birləşmə sualıdır. Topluya təzə əlavə olunmuş suala bənzədiblər. 80. Hansı ifadələr doğrudur? Burada gərilmə diaqramı verilib. Bizə KL hissəsinə Hooke qanunu ödənilir. KL Hooke qanunu ödənmir. KL hissəsi deməli elastik deformasiya hissəsidir. Hooke qanunu nədir? Sigma bərabərdir epsilon y. Yəni kiçik deformasiyalarda mexaniki gərginlik nisbi uzanma ilə düz mütənasibdir. F nöqtəsinə uyğun gərginlik elastiklik həddi adlanır. Yanlışdır. F nöqtəsi möhkəmlik həddidir. K nöqtəsinə uyğun gərginlik mütənasiblik həddi adlanır. Bu doğrudur. Deməli, düz mütənasib astlığın ödəndiyi hissə bu mütənasiblik olan hissədir və bunun da ödəndiyi K nöqtəsidir. Ümumiyyətcə, gərilmə diaqramında ilk başlanğıcda düz mütənasib hissə var. Həmin o düz mütənasib hissəyə deyirik mütənasiblik həddi. Bu da kiçik deformasiyalarda ödənilir. Yəni, kiçik deformasiyalarda mexaniki gərginlik nisbi uzanma ilə düz mütənasibdir. Sonrakı hissə elastiklik həddidir. L nöqtəsidir. Sonra deməli axma baş verir. Axma baş verir M hissəsində bizə LN deyir, bu yanlışdır. MF hissəsində deformasiya elastik olur, bu da yanlışdır. Burada yalnız K nöqtəsinə uyğun gərginlik mütənasib həddi adlanır. Birinci qəbula düşməmişdir, ikinci qəbula F bərabərdir, epsilon, Y, S ilə bağlı sual düşə bilər. Bu düsturda hardan gəlir? Sigma bərabərdir F bölünsün S ilə, sigma bərabərdir epsilon Y-nin bərabərliyindən. Buradakı epsilon nisbi uzanmadır. Düstur delta L bölü L sıfırdır. Vahidi yoxdur, amma L sıfırdan asılı deyil. Epsilon öz düsturu F bölünsün S Y-dir. 81. C bərabər 8 mikrofarad olarsa, kondensator bateriyasının ümumi tutumunu hesablayın. Buradakı kondensatorlar paralel qoşulduğuna görə C paralel bərabərdir C vur N-dir. C vur N-dir. Deməli, bu verdi bizə 4C. 4 vuraq 8, 32. Ardıcıl olsaydı C bölü N olardı. 82. Hansı ifadələr doğrudur? Yer səthi yaxınlığında sərbəst uçan cismə təsirinin ağırlıq qüvvəsi. Elektromaqnit təbiətli qüvvədir. Yanlışdır. Ağırlıq qüvvəsi qravitasiya təbiətli qüvvədir. Yerin coğrafiya dairəsindən asılıdır. Doğrudur. Çünki ağırlıq qüvvəsinin düsturunu yazanda F ağırlıq bərabərdir mg'dir.
və J yerin coğrafi en dairəsindən asılıdır. Qütblərdə ekvatora doğru getdikcə həm J-nin qiyməti, həm də ağırlıq qüvvəsi artır. Bu 2, bu 3 olsa. J1 kiçikdir J2-dən, kiçikdir J3-dən, eyni ilə F1 kiçikdir F2-dən, o da kiçikdir F3-dən. Çünki J-nin düsturu J m böl R kvadratıdır. Yerin kütləsi sabitdir, amma qütblərdən ekvatora doğru, daha doğrusu ekvatordan qütblərə doğru getdikcə radius azalır. Radius azaldığına görə, yəni burada R1 böyükdür R2, o da böyükdür R3. Radius azaldığına görə J-nin qiyməti və ağırlıq qüvvəsi də artır. Sıfıra bərabərdir, yanlışdır. Cismin kütləsi düz mütənasibi doğrudur. Cavab 2 və 4-dür. Düstur buradadır, kütlədən düz asılı olduğu görünür. 83. Dəyişən cəryan dövrəsinə qoşulmuş bir cins birinci voltmetrin göstərişi 30, ikincinin göstərişi 40-dır, üçüncünün göstərişi neçə voltdur? Ümumiyyətcə, dəyişən cəryanda ümumi gərginliyi tapanda buradan yazırıq kök altda UR-in kvadratı, üstə gəl UL çıxılsın UC-nin kvadratına. Burada da UL yoxdur. Ona görə UL bərabərdir 0 götürsək, ümumi U bərabərdir kök altda UR-in kvadratı, üstə gəl UC-nin kvadratıdır. Yəni 30-un kvadratı üstə gəl 40-ın kvadratı, bu da verir 50. Dəyişən cəryanda xatırlayırsınızsa Z-in düsturu da belə idi. Z bərabərdir kök altda R kvadratı, üstə gəl XL çıxaq XC-nin kvadratıdır. 84. Kürə sıxlığı onun sıxlığından 2 dəfə kiçik olan maye içərisindəki yayın üzərində tarazlıqdadır. Kürəyə hansı qüvvələr təsir edir? Əlbəttə ki, bu mayenin daxilindədirsə, bunu yuxarı doğru Arximet qüvvəsi çəkir, yerə doğru ağırlıq qüvvəsi çəkir və bu iki qüvvə bir-birinə bərabər olmadığına görə burada bir əvəzləyici qüvvə qalır. Ağırlıq qüvvəsi daha çox olana görə yay sıxılır. Yay sıxıldığına görə bir də elastiklik qüvvəsi yaranır. Deməli, burada ağırlıq qüvvəsi yaranır, sürtünmə qüvvəsi yox, elastiklik qüvvəsi yaranır və Arximet qüvvəsi cavab 1, 3, 5-dir. Ağırlıq qüvvə sonsuzda kütləsi olan cismə hər zaman təsir edir. mg-dir. Arximet qüvvəsi ağırlıqdan 2 dəfə azdır və bunların fərqi qədər F elastiklik yaranır. Niyə 2 dəfə az götürdüm? Çünki deyir ki, kürə sıxlığı onun sıxlığından 2 dəfə kiçik olan mayedə, yəni yaza bilərəm ki, rho cisim bölək rho maye bərabərdir. F ağırlıq bölünsün Arximeddir. 85. İnduktivliyi 0.8 Henry olan sarğacdakı cəryan şiddəti bu qanunla dəyişir. 4 saniyə zaman anında sarğacda yaranan öz-özünə induksiya həqiqəsinin modulunu hesablayın. Deməli, epsilon i-nin düsturunu yazsaq, burada mənfi delta i böl delta t-dir. Modul dediyinə görə mənfi ehtiyac yoxdur. Bir də vurulsun L var. L-i yazmağı unutmuşam. İnduktivli olmalı düsturun başlanğıcında. Delta i böl delta t-ni tapsaq, deməli öncə burada i iştirik də deyə bilərik. Yəni i-nin törəməsi də deyə bilərik biz buna. Və yaxud i-ni tapa da bilərik. Buradan yazıram i iştirik bərabərdir. Bu ifadənin törəməsi, yəni 8 çıxılsın 6t üstə gəl 2t kvadratının törəməsi. Bu da bizə verir mənfi 6 üstə gəl 4t. Gətirib yerinə qoysaq cəmiyyəti mənfi 6 üstə gəl 4 vur 4. Bu verdi 10. İfadədə yerinə qoyuram. 0.8 vurulsun 10. Cavab olur. Deməli 8 volt. Tapmağın başqa bir üsulu. Buradan baxıram ki i0, yəni i-nin başlanğıc qiyməti 8-dir. i bərabərdir. 8 çıxılsın 6 vur 4 üstə gəl 2 vurulsun 4-ün kvadratı. Yəni 16. Buradan 4 dəfə 6 24. 32-dən 24-ün çıxdım. Qaldı 8, 8, 8 elədi 16. Və delta i-ni tapsam, bircə saniyə görək dəyişməni doğru tapdım. Buradan delta i 16 çıxılsın 8, bu oldu 8. Və
Delta I böl delta T'ni tapanda 8 bölünsün 4 bərabərdir 2. Fərqli cavab verir. Normalda fərqli cavab verməməlidir. Əslində sabit olmadığına görə, yəni burada kvadratik olduğuna görə törəmə ilə həll eləmək daha məntiqlidir. Yəni belə dəyişməsinə bu formada baxmaq yox, törəmə ilə həll eləmək. Törəməsini aldıq, gətirici zamanı yerinə qoyduq. Burada birbaşa yoxsa i-nin düsturunda zamanı yerinə qoya bilmərik. Törəməsini aldıq, gətirib zamanı yerinə qoyduq və beləcə hesabladıq. Delta i, yəni i iştirik. Burada delta i böl delta t-ni ayrıca bir kəmiyyət kimi, i iştirik kimi götürdüm. İ iştiriki də gətirdim, vurdum elə. Burada yerinə qoyanda doğru almamağının səbəbi, yəni biz burada cəryanın dəyişməsini tapmalıyıq. Dəyişmə sürətini tapmalıyıq. Burada dəyişmə sürətini tapanda bunu törəmə ilə alırıq. Yəni elə bilin ki, bu dəyişən təcilli hərəkət kimi baxa bilərik biz buna. Necə ki, S-dən törəmə alırdıq, V-ni tapırdıq. Burada isə bir dəfə törəmə alıb təcili tapırıq, belə düşünək. Dəyişən təcilli olduğuna görə, yəni dəyişmə sürəti zamandan asılı olduğuna görə birbaşa zamanı yerinə qoymaq olmaz. Belə törəmə alıb, törəmə aldıqdan sonra zamanı yerinə qoyuruq, iştiriki tapırıq, sonra bu ifadə də yerinə. Epsiloninin çünki düsturunu belə davam edə bilərəm. Epsiloni bərabərdir, L vurulsun, iştirik T-yə görə. 86. Çevrə şəkilli naqil A və B nöqtələrinə sabit cəryan mənbəyinə qoşulmuşdur. I1 10 amper olarsa I2-ni hesablayın. Deməli, buradan I bərabərdir, U bölünsün R düsturunda gətirib R-in yerinə rho L bölünsün S qoysam, ifadə olur US bölək rho L. Yəni, cəryan şiddəti naqilin uzunluğu ilə tərs mütənasibdir. Buradan I1 bölünsün I2-ni yazırıq L2 bölü L1 və yaxud Fi2 böl Fi1. Fi burada bucaqdır. Birincinin bucağı 60 dərəcədirsə, ikincinin bucağı 300 dərəcədir. Ona görə 300 bölünsün 60, bu da oldu 5. Buradan I2 bərabərdir. I1 bölünsün 5-ə, I1 10 amperdir, 10 da 5-ə böləndə 2. Yəni uzunluq 5 dəfə çox olduğuna görə müqamət 5 dəfə çoxdur. Müqamət artanda cəryan şiddəti azalır. 87. Uyğunluğu müəyyən edin. Şəkildə doymayan buxarın izotermik sıxılaraq maye çelmə prosesi qrafik göstərilmişdir. Mən kənarda üzərində qarşılıq olması deyə kənarda yazacağam. Deməli, AB hissəsinə baxıram, izotermikdir. Bu VP ilə tərs mütənasibdir. Deməli, bu doymayan buxardır. Çünki doymayan buxar ideal qaz qanunlarına tabidir. Bu arada kanalda qəbula düşən sualların izahını paylaşıram. Deməli, mexanika, kondensator və doyan-doymayan buxar paylaşılıb, ardında paylaşacağım sizinlə. İzləmədə qalın yəni. Sonra BC hissəsinə baxıram. BC hissəsində artıq doyan buxardır. CD-də isə mayedir. Baxaq. AB hissəsinə. Buxarın kütləsi dəyişmir burada. Burada maddə yalnız maye halında. Bu yanlışdır. Buxarın sıxlığı artır. Deməli, AB hissəsinə baxıram ki, həcm azalır. Həcm azalırsa sıxlıq artır, konsentrasiya artır. Kütlə isə dəyişmir. Ona görə də burada buxarın sıxlığı artır. AB-yə getdik. Gəldik BC hissəsinə. Buxarın kütləsi artır, yanlışdır. Burada buxarın kütləsi azalacaq. Çünki getdikcə buxar azalır, maye artır. Maddə yalnız maye halındadır. Bu da deyil. Buxarın kütləsi azalır. Bu doğrudur BC-də. B heç-birinə getmir. Buxarın sıxlığı artır. Gedib artıq. Buxar konsentrasiyası dəyişmir. Y variantı da buradadır. Çünki doyan buxarda izotermikdirsə sıxlıq, yəni burada rho n p konstant qalır. BC hissəsində. Gəlik CD-yə. CD-də maddə yalnız maye halındadır. C bəndidir. Buxarın konsentrasiyası dəyişmir. 1-ə getdi. D, 2A, Y, C. B heç-birinə getmədi. Bu qədər. Əsas nəyi yadda saxlayırıq? Doyan buxar ideal qaz qanunlarına tabe deyil. Ona görə baxın, sabit hissədir. Yəni, temperatur sabit olanda təzyiqi sabit verib. Çünki doyan buxar üçün təzyiq, sıxlıq, konsentrasiya üçü də yalnız temperaturdan asılıdır. Doymayan buxarsa ideal qaz qanunlarına tabedir. Yəni,
Necə ki, V P-dən tərs asılı idi, burada da elədi. Çatdıq situasiya sualına. Deməli, radioqabilici rəqs konturunun induktivliyi 0,2 milli Henry olan sarğac və dəyişən tutumlu kondensatordan ibarətdir. Kondensatorun tutumu 50 pikofaraddan 450 pikofarada qədər dəyişə bilir. Qabiliyyətçini tezliyi daha böyük dalğalara kökləmək üçün sxemdə hansı elementi və ya elementlərdən və necə dəyişdirmə etmək lazımdır? Uyğun düstura yazmaqla cavabınızı əsaslandırın. Birincisi kökləmə hissəsi. Məsələn, bir qəbul edici antenadır. Sadəcə məlumat üçün yazıram ha bunları. Sizin suala aidiyyatı yoxdur. Antenadır. 2 rəqs konturudur. Hamısı bir yerdə. Bu kondensator, yanındakı sarğac hamısı bir yerdə. Və bu rəqs konturunun işi nədir? Kökləmək. 3 detektordur. Yarım keçirdi diopdur, ayrıcadır. 4 hamarlayır. 5 səsə çevirir. İndi gəldik bura. Deməli, qəbul edici tezliyi daha böyük dalğalara. Tezliyin düsturunu yazanda nü bərabərdir 1 bölünsün 2 pi kök altda LC-dir. Deməli, daha böyük dalğalara necə dəyişir etmək lazımdır? Kondensatorun tutumunu ən az götürmək lazımdır. Çünki düsturdan baxıram, tutum C-dən kök altı tərs asılıdır, yəni tərs asılıdır. Daha doğrusu tezlik tutumdan tərs asılıdır. Burada da dəyişə bilən kondensatorun tutumu olduğuna görə tutumu ən az olan kondensator götür. Kondensatorun yəni 50 pikofarad halını götürməliyik. Çünki bizə deyir ki, ən böyük, tezliyi ən böyük olanlara kökləmək üçün. Məsələn, 89-da deyir ki, radioqabiliyyətinin dalğa uzunluğu intervalı olan dalğa kökləmək olar. Dalğa uzunluğu hansı intervalda olan? 2 dənə dalğa uzunluğu tapacağın. Deməli, buradan lambda bərabərdir. C vurulsun T'dir. Bu da C vurulsun 2 pi kök altda L S'dir. Bu lambda 1 olsun. Bunu S1 olarak yazıram. Gətirib kəmiyyətləri yerinə qoyanda S-nin yerinə 3 vur 10 üstü 8 vurulsun 2 pi yəni 6 kök altdan 0,2 milli Henry yəni 0,2 vuraq 10 üstü mənfi 3 50 pikofaradı götürürəm. Bunu da yazıram 50 vuraq 10 üstü mənfi 12. Deməli 3 dəfə 6 18, 18 vuraq 10 üstü 8 qalsın burada. 0,2 5-də 1 deməkdir. Bu 5-də 1-i 50-yə vuranda bu elədi 10. 10 üstü mənfi 4-dən də burada çıxır 10 üstü mənfi 7. Niyə belə oldu? Çünki 0,2-ni 50-yə vurduq elədi 10. 10 üstü mənfi 2 qaldı. 10 kök altda 10 üstü mənfi 14-dən çıxdı 10 üstü mənfi 7. Vuranda cavab olur 180 metr. Bu bir lambdadır. Digərini tapanda, deməli lambda 2 bərabərdir. 3 vur 10 üstü 8 yerində qalır. 2 pi 6 yerində qalır. Burada 0,2 vuraq 10 üstü mənfi 3 yerində, amma digərinin yerinə 450 pikofarad yazacağım. 450 vuraq 10 üstü mənfi 12. Yenə 18 vuraq 10 üstü 8 vurulsun. 0, bu 450-ni 5-ə böləndə elədi 90. 0-ın biri getdi. 9-dan da çıxır 3 vuraq 10 üstü mənfi 7. Deməli 18 3-ə vuranda 54, 540 metr. Hansı intervaldadır? 180 metr və 540 metr aralığında. Bu aralıqda qiymət alır. Çünki kondensatorun tutumu 50-dən 450-yə qədər dəyişir. Bu da qiymətləri bu şəkildədir. Minimum 180 metr, maksimum da 540 metr ala bilir. Sonra qəbul edici bizə verir ki, koordinat oxlarına uyğun keymiyyətlərin qiymətlərini göstərməklə qəbul edici köklənə bildiyi dalğaların dalğa uzunluğunun tutumdan asılı qrafikini qurun. Öncə lambdanı yazanda lambda bərabərdir. C vurulsun T, yəni C vurulsun 2 pi kök altda LC. Kök altı düz asılıdır. Və lambdanın
C-dən asılığı. Bunu götürürəm pikofaradla. Bunu götürürəm metrlə. Deməli, pikofaradın başlanğıc qiyməti 50 pikofarad idi. 50 pikofarada uyğun qiyməti tapmışdıq. Lambda 1, yəni 180 metr. Bunu kök altı asılıq üçün beləcə seçirəm. Sonra buradakı qiymətini götürürəm. 450. Bu pikonu yazmama ehtiyac yoxdur. Çünki kənarda yazmışam. Bu 50. Bu da 450. 450'ye uyğun olan qiymət də verilib. Daha doğrusu hesablayıb tapmışıq ki 540'dır. Bu şəkildədir. Kök altı asılıdır. Bunu qırıq-qırıq xətlə çatdıram bura. Amma bizə başlanğıc və son nöqtə lazım olduğuna görə bu şəkildə qrafikini qurmalıyıq. Beləcə 16, daha doğrusu 14 iyun tarixində keçirilən OTK sınavına aid 30 sualın izahını yekunlaşdırdım. Yenə də xatırladıram ki, sınaq qrupu fəaliyyət göstərir. Sınaq qrupunda həm qəbula düşən suallar, həm deməli model sualları seçilmiş formada mövzu paylaşılır. Məsələn, deyək ki, mexanika mövzusuna aid həm hədəf quizi, həm Landau testləri, həm modeldən seçmələr, həmçinin qəbula düşən suallar, həmçinin güvən quizləri. Hər biri göndərilir, izahı da göndərilir həmin gün içərisində. Ona görə sınaq qrupuna qoşularaq daha effektiv şans imtahanına hazırlaşa bilərsiniz. Sağ olun, növbəti videolarda görüşənə qədər.